Natural ədədlər bölməsi natural ədədlərin onluq sayı sistemində yazılışır. İfadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərini təkdir. Bunu tapmaq üçün gəlin n-ə qiymətlər verək. Məsələn, birincidə A variantında n-ə 1 versək və yaxud da 2 verək. 2 sıfır etməsin, tək olması üçün n-ə 2 versək, 2-nin kvadratı 4, 4-dən 1 çıxsaq 3. İndi bir tək ədəd verək. Bütün natural qiymətlər dediyinə görə bir cüt bir tək ədəd verməliyik və hər qiymətində tək ədəd aldığını sübut etməliyik. Biz 2 verdik, yəni cüt ədəd verdik. Bir ədəddə tək ədəd versək, yəni 3 versək, olacaq nə? 9 çıxılsın 1, 8. Deməli, A variantı ödəmədi. Sonra gəlin B variantını yoxlayaq. B variantında 2 versək, olacaq 5. 3 versək, olacaq 10. Bu da ödəmədi. C variantında 2 versək, nə olacaq? 2-nin kvadratı 4, vurulsun 2, 8 plus 3, 11. 3 versək, 18 plus 3, 21. Deməli, C variantı ödədi. İkincidə, gəlin biraz təmizləyək. 7A-3-ün xaricdən kvadratı ifadəsinin qiyməti tək ədəddir. A-nın natural qiymətləri üçün ifadələrdən hansının qiyməti cüt ədəddir? Gəlin A-ya qiymət verək. Məsələn, 2. 2 qoysaq olacaq 14 çıxılsın 3-ün xaricdən kvadratı. Bu da olacaq 11-in kvadratı, yəni 121. Yəni tək ədəd aldı. Bəli, onda 2 ödədi. 2-ni gətirib variantlardakı ifadələrdə yerinə qoyaq. 2-ni yerinə qoysaq, A variantında 4, 4-dən 1 çıxsaq 3. A ödəmədi. B-də 2, 5'im 10 plus 2, 12 ödəmədi. A ödədi. Cüt qiymət deyil, bəli ödədi. B variantı. Üçüncü sual da eyni məntiqdir. Gəlin dördüncü suala baxaq. X cüt, məsələn, X olsun 2, Y tək ədəddirsə Y olsun 3. İfadələrin hansının qiyməti tək ədəddir? A variantında yerinə qoysaq, 5-in kvadratı 25, 25 plus 3, 28. Tək ədəddir dediyinə görə A ödəmədi. B variantında X deməli 2-dir, 6 plus deməli 9 vur 2, 18. Bu da cüt ədəd oldu, ödəmədi. Cüt ədəd oldu, ödəmədi və gətirək bura. 4 plus 9. 13. D variantı tək ədəd ödədi. 5 və 6-cı suallar da eynidir, amma gəlin 6-cı suala baxaq. X və Y cüt ədədlər olduqda ifadələrdən hansının qiyməti tək ədəd ola bilər? X və Y hər ikisi cüt ədədlərdir. Yəni X-ə 2, Y-ə 4 deyək. A variantında versək, olacaq 8, 8 vur 5, 40. Ödəmədi. B variantında 2-nin kvadratı 4, 4-ün kvadratı 16, 16. 16 ilə 4 toplasaq 20, bölsək 2, 10, ödəmədi. Bəs kublarında necə? Kublarını toplasaq 8 və... Xeyr, bu da ödəməyəcək. E variantı ödəyəcək. Çünki 6 bölünsün 2, 3 ödəyəcək və tək ədəd olacaq. 7. Ardıcıl 100 natural ədədlər sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Bu sıradakı ən kiçik ədəd neçədir? Baxın, 7-ci sualda belə baxa bilərik ki, ardıcıl 100 natural ədəd n birinci ədəd n ilə işarə etsək və ardıcıl 100 ədəd deyirsə, 100-cü ədəd artıq n plus 99 olacaq. Çünki n-in bir hədd n-dirsə, 100-cü hədd n plus 99 olacaq. Və burada deyir ki, ən böyük ədədlə, yəni n plus 99 ən böyük ədəddir, yəni sonuncu ədəd. Ən kiçik ədədin cəmi 629-a bərabərdir. Onda 2n plus 99 bərabərdir 629. 2n bərabərdir. Nə olacaq? 629-dan 99-un çıxsaq, olacaq 530. Yəni 265. Variant işarə edək. D variantı.
8-ci suala baxaq. Bu ifadənin qiymətini gəlin hesablayaq 8-ci sualda. AB üstü 7-ni üstü xətt necə yazırıq? Baxın. Əvvəlcə bunu izah edim ki, AB üstü 7. Bunu necə AB 7 üstü xətti necə açmalıyıq? Mərtəbələrə əsasən təyin edək. Təklik, onluq, yüzlük mərtəbəsi. Çıxılsın AB üstü xətt bərabərdir 133-ə. Minlik mərtəbəsində olduğuna görə 1000 ədəd A var. Üzərinə gəlinsin 10 ədəd B var. Yüzlük daha doğrusu üzr istəyirəm. Yüzlük mərtəbəsindədir. A plus 10B plus 7 minus ifadə olduğuna görə mötərizə açıram. 10A plus B bərabərdir 133-ə. 100A plus 10B plus 7 minus mötərizənin qarşısı mənfi olduğuna görə mənfi nəzərdən açıram. Yəni qarşısı mötərizənin mənfi olduğuna görə mötərizənin içərisindəki ifadələr işarəsinin əksinə dəyişəcək. 100A'dan 10A'nı çıxsam 90'a 10B'dən bir dənə də 10 bu plusdur bu arada. Plus olacaq nə? Plus 9B bərabərdir. 107'ni də atsam sağ tərəfə nə olacaq? Müsbətdir, mənfi olacaq. Yəni 133 çıxılsın 7 olacaq. O da olacaq nə? 126. Gəlin 9'u çıxardaq mötərizənin xaricinə olacaq 10A plus B. Buradan nə gördük biz? 10A plus B ilə nəyə vermişdi bizə? AB üstü xətti. Yəni AB üstü xətti soruşur elə bizdən. 126'nı da 9'a bölürük. Alırıq cavabı AB üstü xətti. A plus B cəmini soruşur. 126'nı 9'a bölsək nə qədər eləyir? Bir dəfə, o da 4 dəfə, 14. Fərəq A plus B'ni soruşur. O da olacaq 5. Yəni D variantı. 9 da eyni tipdədir. Gəlin 10-cu suala baxaq. Əvvəlcə taxtamızı təmizləyək. Deməli, davam edək. 2 rəqəmli AB ədədi üçün AB üstü xətt gəlin yazaq. A plus B cəmini soruşur. Necə açırdıq? 10A plus B bərabərdir 2A plus 4'a. 4B'ye. 2A'nı 10A'nın yanına alsaq 8A bərabərdir 3B'ye. Deməli, gəlin A'ya əgər 3K desək, B'ye də 8K desək, A plus B cəmini soruşur və ən kiçik ədədləri götürsək, yəni K'ya 1 versək, çünki A plus bildik ki, A və B ədədləri verilən, yəni AB üstü xəttdə A və B ədədləri rəqəmlərdən ibarət ola bilər. Yəni 2 rəqəmli ədədlər artıq ola bilməz. Ona görə biz 1 verə bilərik ki, bu 3 olsun, bu da 8 olsun. 2 versək artıq B 16 olacaq, o da mümkün deyil. Və bizdən nəyi soruşur? A plus B'ni soruşur. O da olacaq 11. Gəlin. Baxaq. Digər suallara. Hansı ki 11-ci suala. Birinci sualda deyilir ki bayaqki sualdandı. Gəlin deməli baxaq, fərqli suallara baxaq biraz. Gəlin 12'yə baxaq. Deməli AB üstü xətti bizə verib 2A plus 5B şəklində. AB üstü xətt ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın deyir. Gəlin əvvəlcə bunu açaq. 10A plus B bərabərdir 2A plus 5B. 8A bərabərdir 4B. Deməli B də bərabərdir 2A. B 2A'ya bərabərdir ən böyük və ən kiçik qiymətini. Gəlin qiymətlər verək. Deməli B'yə
A'ya 1 versək B 2 olacaq. A'ya 2 versək B 4 olacaq. 3 versək 6 olacaq. 4 versək 8 olacaq və 5 verə bilmərək çünki 10 olacaq. Dedik ki, AB ədədinin deməli A və ədədindəki A və B ikiləqəmli ədədlər ola bilməz. Ən böyük qiymətlə ən kiçik qiymətinin fərqi. Ən böyük qiyməti 28 AB dediyinə görə. Deməli 48 çıxılsın 21. Da 37. Bu belə. Davam edək. 14-cü sualla. 14-cü sualda nə deyilir? Bu ədədlərin fərqinə tam bölünərsə 5940 ədədi. Ədədlərin fərqinə gəlin belə baxaq. Baxın, burada mərtəbə vahidlərinə baxsaq 5 rəqəmli ədəddir. Yəni bu artıq 10.000-ci ədəddir ki, 10.000 A. Bunların fərqinə çıxsaq, bu mötərizəyə alınacaq və qarşısı mənfi olacaq. Yəni toplama əməlini icra etsək içəridə mötərizənin içərisində. Mötərizəni açdıqda toplamalar çıxma olacaq. Yəni A-lar gedəcək. 10.000 A-dan 10.000 A-nı çıxanda, onlar yəni uzadıb yazmaq istəmirəm. 10.000 A, bunu açıraq. Baxın, təklik, onluq, yüzlük, minlik, 10.000-lik. 10.000 dənə A çıxılsın 10.000 A, onlar gedəcək. Eyni olanlar başqa nə var? E-lər gedəcək hansı ki. Çünki E-lər təklikdir. C-lər baxın, yüzlükdür. Onlar da gedəcək. Qalacaq B-lər və D-lər. Bizdən də onsuz B və D-nin fərqini soruşur. Gəlin yazaq. B hardadır birinci ədəddə? Deməli, minlikdədir. Yəni 1000B çıxılsın, yox, plus 10D. Əvvəlcə bunu yazaq. Minus 1000D plus 10B. Bu şəkildə və bu ədəddir 5940-a tam bölünür. Hə, yox, tərsinə olmalıydı. Bu tərsinədir. 5940 bu fərqə tam bölünür deyir. Yəni sürətdə 5940 bölünsün. Baxın, gəlin burada çıxaq nəzər olaraq 10.000 B-dən 10-u çıxsaq, yəni deməli 1000 B-dən daha doğrusu 990 və çıxılsın 990 D bərabərdir. 5940-ı yazdıq sürətdə. Aşağıdan gələn 990 çıxaraq mötərizənin xaricinə B minus D-ni saxlayaq. Bu da neçə dəfə olacaq? Bərabərdir 6 dəfə. 6 bölünsün B minus D olacaq. B minus D ədədi elə ədədlər o, yəni fərq elə bir ədədlər olmalıdır ki, B minus D 6-ya tam bölünsün. 6-nı bölənlər nədir? 1, 2, 3, bir də 6. Yəni bu qiymətləri ala bilər. Və bu qiymətlərin cəmini soruşur. O da neçə olacaq? Deməli 12. Həmçinin 15 də eyni tipdədir. Gəlin 16-cı suala davam edək. A və B natural ədədləri üçün tək ədəd olarsa, deməli 16-ya baxırdıq. Bu C ədədi tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın. Yenə eyni məntiqlə davam edə bilərik. Yəni qiymət verə bilərik. A minus 5 və 3B plus 1. Deyir ki, bu ifadənin C ədədi ümumilikdə tək ədəd olarsa, ən kiçik qiymət deyirsə, gəlin elə qiymətlər verək və nəzərə alaq ki, A və B natural ədəddir. Və C öz də natural ədəd götürək. Tək ədəddir çünki. Yəni A-ya mən ən kiçik qiymət 6-dan başlaya bilərəm verməyə. Məsələn, 6 versəm 1 olacaq. 5 versəm 0 olacaq çünki. Yəni 6 verə bilərəm A-ya. A bərabərdir. B-yə isə 1-dən başlayaraq qiymət versəm, məsələn 1 versəm 4 olacaq. 4 birim 4. Ona görə ödəmədi. Məsələn 2 versəm B-yə 2 versəm nə olacaq? 7.
Hə, burada ödədi artıq. Sonra gəlin A-ya fərqli qiymət verək. A-ya fərqli qiymət versək, məsələn 2 versək, 7 versək 2 olacaq. Və yaxud da buna 1 versək, yenə 2 birim 2 yenə ödəməyəcək. Yəni biz buna 2 versək, 2 versək nə olacaq? 6, 7. 7, 7, 49. Deməli bizdən deyir ki, AB hasilinin ən kiçik qiymətini, AB hasilinin ən kiçik qiymətini istəyir. Mən neçə verdim burada? A-ya 6 vermişdim. Gəlin bir səliqəli şəkildə yazaq. Səliqəsizlik yaratmayaq burada. Deməli, mən A-ya 2 vermişdim. A-ya 6 vermişdim. B-yə isə 2 verdim. Burada AB hasili nə olacaq? 12. Çünki A-ya dediyim kimi ən kiçik 6 verə bilirəm. Yaxşı, A-ya 7 versəm, yenə B-yə 2 versəm, burada artıq 14 olacaq. Çünki mən B-yə 1 versəm, bu cüt ədəd olacaq. Tək ədəd dediyinə görə elə AB-nin ən kiçik qiyməti 12 olmalıdır. 17. On 7-ci sualda deyilir ki, AB və C natural ədədləri üçün bu ifadə belə olarsa, B-nin ala biləcəyi ən böyük qiyməti tapın. Gəlin burada ən yaxşısı biz nə edək? Gəlin bunu belə həll edək. 17-ci suala davam edək. A, B və C natural ədədləri üçün 2A plus B plus yazaq. 2A plus B plus C bölünsün 8 bərabərdir 50. Gəlin hər tərəfi 8-ə vuraq. Kəsirdən azad edək. 16A plus 8B plus C bərabərdir 400. Bilirsiniz məsələ nədir burada? Burada məsələ bizdən B-nin ala biləcəyi ən böyük qiyməti soruşursa, yəni A və C-yə ən kiçik verməliyik ki, B ən böyük qiymətini alsın. İndi biz məsələn hər ikisinə 1 versək, əgər burada alınacaq ədəd 8-ə bölünməyəcək. Ona görə elə ədədlər verməliyik ki, 16-ya bir də 16 ilə C-ni toplayıb 400-dən çıxanda həmin də 8-ə bölünə bilsin. Ona görə də A-ya 1 verib C-yə 8 verək. Olsun 16 plus 8B plus 8 bərabərdir 400. 8B bərabərdir 376. 8 də bərabərdir. Daha doğrusu B də bərabərdir. Üzr istəyirəm 24. B-ni tapdıq 24. Elə B-nin qiymətini soruşur. O da olacaq 24. Növbəti sual. 8-ci suala baxaq. 18 daha doğrusu. Təmizləyək. Açılışı açıq, sadə bir açılışdır. AB üstü xətti 10A plus B kimi açaq. Minus 10B plus A. Bölünsün A minus B. Plus A plus B bərabərdir 21. Sonra nə edirik? Buradan yazırıq. 10A plus B minus 10B plus A bölünsün A minus B plus A plus B bərabərdir 21-ə. Sürətə baxırıq. Sürətdə nədir? Deməli, 10A-dan bir A-nı burada minus olacaqdır. Çıxanda olur 9A minus 9B. Burada da A minus B plus A plus B 21-ə bərabərdir. 9-u çıxarıq mötərizənin xaricinə, A minus B qalır. Məxrəci də yazırıq A minus B. Plus A plus B bərabərdir 21-ə. A minus B-lər ixtisar getdi. Nə qaldı? A plus B bərabərdir. 9-u ataq, deməli, sağ tərəfə. 21-dən çıxaq 9-u. Nə qalır? 12. A ilə B-yə hansı qiymətləri indi verə bilərik biz? Baxaq. Məsələn, A-ya 9 verim, B-yə 3 verə bilərəm və ya tərsini edə bilərəm. Sonra 8 ilə 4 və ya 48. Sonra deməli 7 ilə 5, 52, 6 ilə 6-nı verə bilərəm. Başqa da verə bilmirəm. Bu da deyir neçə dənə? 7 dənə. Cavabımız olacaq 7. 19-cu sual. Üç rəqəmli ədədin 1%, onun rəqəmləri cəminə bərabərdir. Üç rəqəmli ədəd nədir?
A, B, C. Onun 1%. Yəni 1-ə vurub 100-ə bölmək və yaxud da 0,1-ə vurmaq. %1-ə vurmaq. Gəlin biz ən yaxşısı 1-ə vuraq, 100-ə bölək. Bunun rəqəmlər cəminə bərabərdir. Yəni A plus B plus C-yə bərabərdir. Gəlin yazaq. 100A plus 10B plus C bərabər çarpı şəkildə vursaq. 100A plus 100B plus 100C. Sağ tərəfə keçirək. Deməli 100A'lar getdi. Nə qaldı? Deməli 10B-dən daha doğrusu 100B-dən 10B-ni çıxsaq, qalır nə? 90B. Burada da qalır, deməli, plus 99C. Bərabərdir 0-a. Əslində burada nə soruşur bizdən? Bu 3 rəqəm, yəni buradan da 9-u çıxaram mötərizənin xaricinə. 10B plus 11C bərabərdir 0-a. Olacaq nə? 10B plus 11C bərabərdir 0. İndi şagirdlər burada yəni ancaq B və C-yə 0 verə bilərəm ki, bu cəm 0 olsun. Və mənfi verə bilərdim, amma bizə şərtdə deyir ki, natural ədədlər. Belə deyir şərtdə. Demir şərtdə natural ədəd əslində. Amma ABC-də bu mənfi ola bilməz. Yəni çünki bu ədəd şəklində verib deyə, necə deyim, bu şəkildə verilib də ABC üstü xətt formasında. Buna görə bu şəkildə verilib deyə artıq biz burada mənfidən istifadə edə bilmərik. Həmçinin ki, rəqəmli ədədlərdən istifadə edə bilmirik. Ancaq B və C-yə 0 verə bilərəm. Qaldı ki, ABC ədədindəki A-ya nə verə bilərəm? A-ya maksimum 9 verə bilərəm. Yəni bu ədəd maksimum 9 var. Minimum 100 verə bilərəm, yəni 1 verə bilərəm. Və bu ədədlərin fərqini soruşur. 900 minus 100 bərabərdir 800. Davam edək 20-ci sualla. Sualda nə deyilir? İki rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Gəlin baxaq. 2 rəqəmli ədəd yazaq. AB ədədi. AB üstü xətt. Onun deyir, təkliklərinin sayı, yəni B, onluqlarının sayından 2 vahid böyükdür. Yəni ki, A bir də B plus 2-dir. Düzdür? Bu şəkildədir. Amma bunlar təkliklərinin sayı onluqlarının sayından böyük olduğuna görə mən A-nın üzərinə 2 gəlib B-yə bərabər edirəm. Yəni bu şəkildə yazıram. Çünki biz kiçiyin üzərinə digər ondan neçə vahid çoxdursa az olanın üzərinə gəlir ki, çox olana bərabər olsun. Yəni A plus 2 bərabərdir B-yə. B çox olduğuna görə A-nın üzərinə A azdır. Onun üzərinə gəlirəm ki, o böyük olana bərabər olsun. Bu şəkildə. Və haradaydı? Bu iki rəqəmli ədədin rəqəmləri cəminə hasili. Bu iki rəqəmli ədədin AB-nin üstü xəttin rəqəmləri cəminə hasili. A plus B-yə hasili 144-dür deyir. İndi baxaq. Bunu yazaq. 10A plus B. Bu da olsun A plus B. 144. Baxın, burada B-ni də A plus 2-yə bərabər eləmişdik. Gətirək, yazaq yerinə. Deməli, 10A plus A plus 2 A plus A plus 2 bərabərdir 144-ə. 11A plus 2 vurulsun 2A plus 2 bərabərdir 144-ə. İndi əslində bunu belə kvadrat hərlik şəklində vurub aça bilərik. Amma ədəd də fikirləşə bilərik əslində. Bunu gəlin A-nın yerinə 2 qoysaq nə olur? Bura 24 olur. Burada 6 olur. Düzdür? 24-ü 6-ya vuranda 144 eləyirmi? Bəli, eləyir. Deməli, A nəyə bərabər imiş? A 2-yə bərabər imiş. B də ondan 2 vahid çoxdur deyə 4 imiş. Yəni ədədimiz elə nə imiş? 24 imiş. Yəni əslində buradan da görsənir. Çünki iki rəqəmli ədəd bu idi.
21 də eyni bu tipdədir. 22, 23, 24 bayaqdan bu tiplə eləyirik. Amma gəlin hərəsindən bir sual həll edək. Deməli, AB üstü xət, baxın, AB üstü xət çıxılsın BA üstü xət. Bölünsün A plus B bərabərdir 7-yə. Gəlin surəti açaq. 10A plus B minus mötərizə açırsınız. Çünki bir ifadə yaranacaq mötərizənin içərisində BA üstü xətdən və qarşısı mənfi D mötərizə açılır. Olur 10B plus A. Aşağıda da A plus B bərabərdir 7-yə. İndi gəlin yuxarını əvvəlcə açaq. 10A plus B minus 10B minus A. Aşağıda A plus B bərabərdir 7. 10A'dan bir dənə A-nı çıxsaq 9A. Mənfi 10B'nin üzərinə bir dənə müsbət B-ni gəlsək 9B bərabərdir 7A plus 7B. 7A-nı keçirdək 9A-nın yanına olsun 2A. 9B mənfi 9B-ni də 7A-nın yanına 16B. 2-yə bölsək A bərabərdir 8B-yə. AB hasilini istəyir. Biz gəlin ən kiçik qiymət tapaq. Yəni bunları əkob tapaq. Bu 1-dir, bunun əmsalı. Bu isə 8-dir. 1 ilə 8-in əkobu elə 8-dir. Yəni A-ya gəlin 8 verək. Bunu da silək. 10 kimi görsənməsin. B-yə də 1 verək. Və bunların hasildə nə olsun? Elə 8. 23 də eyni bu tipdədir. Əslində 22 də eyni bu tipdədir. Daha doğrusu 24, 23 və 24. Amma gəlin baxaq ən böyük qiymət istədiyinə görə gəlin 24-ü həll edək. Dördüncü sualı açaq. 10x plus y minus y. 10y plus x minus x. Bərabərdir 2. Baxın, islahlar gedəcək. Qalacaq 10x plus 10x bölünsün 10y və onlar da ixtisar gedəcək. Çarpaz vurduqda nə olacaq? X bərabərdir 2y. Və bizə ən böyük qiymət dediyinə görə və belə bir şey nəzərə almalıyıq. X, y. X və y iki rəqəmli ədədlər olmamaq şərti ilə. Məsələn, buna daha doğrusu y-ə 1 versəm x 2 olacaq. 2 versəm 4 olacaq. 3 versəm 6 olacaq, 4 versəm 8 olacaq, amma 5 artıq verə bilmirəm. Çünki 5 versəm 10 olacaq. X plus y-in ən böyük cəmini soruşur. O da olacaq 12. Gəlin, davam edək. Baxın, deməli 25-ci sualda eyni bu tipdədir. 26-cı suala davam edək. Altıncı sual belədir. Bu ifadənin AB hasilinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. Gəlin ifadəni əvvəlcə bir açaq. 10A plus B plus 10B plus A. Burada plus A plus B kiçikdir 84. Deməli, burada neçə dənə A var? Baxaq. 11-ə 12A. B'lər də sayaq. 12B. Kiçikdir 84. 12-ni çıxaraq mütərizənin xaricinə olsun A plus B. Kiçikdir 84-dən. A plus B. Kiçikdir 7-dən. Deyir ki, AB hasilinin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətinin hasilinin cəmini tapın. İndi AB hasilindən söhbət gedir, amma biz indi almışıq AB cəmi. Kiçikdir 7-dən. Məsələn, gəlin ədədlər verək və AB və BA ədəd nəzərə alaq. Çünki A və B sıfırdan fərqli olmalıdır. Çünki ədəd sıfırla başlaya bilməz, onu da nəzərə almalıyıq. Məsələn, gəlin 1 və 6 verə bilərik. Daha doğrusu 6 yox, 1 və 5 verə bilərik. Və yaxud da 5 ilə 1 verə bilərik. Yəni, bunu dəyişə də bilərik. Çünki hasildən söhbət gedirsə, yəni eyni ədədlər olacaq da, yəni. Sonra nə verə bilərik? 2 ilə 4 verə bilərik.
bərabər ola bilərmi? Ola bilər. 3 ilə 3 verə bilərik. Başqa nə verə bilərik? Ki, kiçik olsun. Ən böyük qiymətlə ən kiçik qiymətini soruşursa bizdən. Və ən böyük qiyməti, baxın, bu olacaq. Ən kiçik qiyməti isə burada 7-dən kiçik olması üçün 7-dən kiçik natural ədəd nə ola bilər? 1 ala bilər. Amma 0 verə bilmirik. 2-ni ala bilər. Yəni 1 ilə 1 ola bilər. Götürə bilərik. Ən kiçik qiyməti, ən böyük qiyməti AB-nin olacaq nə? 6. Ən kiçik də 1 olacaq. Bunların cəmini soruşub da olacaq 7. Amma burada bir şeyə ilişdim ki, B və B ədədləri, yəni 11, 11 olaraq ola bilərmi? Məncə ola bilməz. Gəlin, yaxşısı biz 12 verək ona. Məsələn, bu aşağına 12 götürək. Burada ilişməsinlər bizə. 1 və 2 götürək, olsun 1 və 2. Yəni, deməli, 6 minus plus 2 olsun, o da olsun 8. 27. Deməli, bu ədədinin son qiymətini tapın. Bilirsiniz nə deməkdir bu əslində? Baxın, 12 üstü, çox asan bir həlli var. Baxın, 12 üstü 223-dür. Düzdür? Gəlin əvvəlcə buna baxaq. 12-nin son rəqəmi 2-dir. Deməli, biz 12-ni 12-yə vuranda, yəni birbaşa olaraq 2-ni 2-yə vururuq. Sonra 2-nin qüvvətləri şəklində davam edir bu. İstəsəz yoxlaya da bilərsiniz. Gəlin 2-nin qüvvətlərinə baxaq hələ. Məsələn, 2 üstü 1, 2-dir. Sonra 2 üstü 2, 4-dür. 2 üstü 3, 8. 2 üstü 4, 16. 2 üstü 5, 32. Dövr etdi. Və eyni halda baxaq. 2 üstü 6, 64. Artıq 5-cidən etibarən dövr etməyə başlayır. Yəni 32-dən etibarən 5-ci həddən sonra dövr etməyə başlayır. Onda nə edirik? Hansından etibarən başda 5-ci. 12 üstü neçə idi? 223. 223-ü bölürük 5-ə. 5-ə bölsək qalıq nə qalacaq? 3 qalacaq. Bunun 3-cü həddi neçədir? 8. Deməli, 12 üstü 223-ün son rəqəmi 8 olacaq. Davam edək. Növbəti ədədimizi tapaq. 7 üstü 56. Eynən. 7 üstü 1, 7. 7 üstü 2, 49. 7 üstü 3, 343. Və 7 üstü 4 neçə eləyir? 3, 7, 21. Bu 1-lə bitir. Və 7 üstü 5 də 7 ilə bitir. Harada dövr elədi? Bu da 5-də dövr elədi. Onda 56-nı 5-ə bölsək, qalıq nə qalır? 1 qalır. Deməli, son rəqəmi 7 ilə bitəcək. Bunun da son rəqəmi 7 ilə bitəcək. Və növbəti ədədimiz də nədir? 19 üstü 25. Deməli, 9-un qüvvətlərinə baxaq. 9 üstü 1, 9. 9 üstü 2, 81. 9 üstü 3, 9 üstü 3 elədi. 300 neçə eləyir? Neçə eləyir 9 üstü 3? 9-un kubu. 9 üstü 3 729 eləyir. Və elə buradanca dövr edir. Artıq bundan sonra dövr etməyə başlayır. Yəni, hansı həddən sonra? İkinci həddən etibarən. Daha doğrusu üçüncü həddən etibarən. Deməli, ədədimiz nə idi? Üstü 25 idi. 25-i də 2-yə böldükdə qalıq 1 qalır. Yəni, birincini götürəcəksən, 9-la bitəcək. İndi bu 3 ədədi vurursan bir-birinə və onun son rəqəmini elə tapırıq. Bu şəkildə hesablanır. Və burada deməli, uyğunluqlar var. Bu uyğunluqları gəlin baxaq, birinə baxaq. Məsələn, birincini açsaq, AB-ni deməli 10A plus B
plus 10b plus a. Bu nə eləyəcək? 11a plus 11b şəklində. Bu hansıya da bölünəcək? 11'i çıxarsaq mötərizənin xaricinə, əlbəttə ki, 11'ə bölünəcək. Ona görə dəqiq olaraq bunu bildik. 1'ə c gedir. 2-də fərqi nə olacaq? 10a'dan bir dənə a-nı çıxsaq 9a minus 9b. Buradan 9 mötərizənin xaricinə çıxarsaq, məlum məsələdir ki, 9'a bölünəcək a. Aşağıda 111a plus 111b olacaq. Bu da məlum məsələdir ki, 111'ə bölünəcək, yəni E variantı. Digər variantlar, digər 29 və 30-cu suallarda eyni bu tipdədir. İstəyirsiniz, gəlin 30'a baxaq. 30-cu sualda 10a plus b minus 10a minus b. 10b minus a. Fikrim yayındı. 10b minus a bərabərdir 4a minus 3b. Deməli, burada nə oldu? 9a minus 9b bərabərdir 4a minus 3b'yə. 4a'nı keçirsək 9a'nın yanına 5a. Bu da bərabərdir 6b'yə. Nə verə bilərik biz bunları? A'ya 6 verək, b'yə 5 verək. A plus b cəmi nə oldu? 11. A minus b fərqi də 1'dir, o yox. Deməli, 1'ə nə getdi? E variantı. İkinciyə baxaq. Deməli, 10a plus bu birinci idi, bu ikincidir. Plus b bərabərdir 4a plus 8b'yə. 4a'nı keçirsək 10a'nın yanına 6a bərabərdir 7b. Onda a'ya 7 verərəm, b'yə 6 verərəm. A plus b nə oldu? 13. Deməli, yenə a minus b yoxdur. Getdi a variantı. Və üçüncü. Üçüncüdə də, bax, bu belə olacaq. 100a plus 10b plus 3. Çünki təklik mərtəbəsindədir. Çıxılsın 10a minus b bərabərdir 228'ə. 10a'dan, deməli, 100a'dan çıxsa 10a'nı 90a. Bu da olacaq 9b. 200, bu da olacaq 225. 225'də 9'u çıxaraq mötərizənin xaricinə. Burada 10a plus b, yəni elə ab qalır. Bərabərdir 225, yəni a plus b'nin ab üstü xətt olur nə? 25. Bu 25 olur. Yəni ki, bunların cəmi nə olur? A, B ədədini tapdıq. 2 və 5. Deməli, cəmi 7, fərqi 3 oldu. Yəni, C, D getdi burada. Bu şəkildə həll etdik. Və deməli, ətraflı yazı cavab tələb olunan tapşırıqlara baxaq. Gəlin açaq. AB üstü xətt yazaq. 10A plus B plus 10C plus A plus 10B plus C bərabərdir 88'ə. Özü çətin bir sual deyil və bunu qeyd edək ki, A fərqlidir B-dən, o da fərqlidir C-dən. Deməli, 11A plus 11B plus 11C bərabərdir 88. 11'i çıxarsaq mötərizənin xaricinə A plus B plus C bərabərdir. Deməli 88 olacaq. Yəni A plus B plus C bərabərdir nəyə? 8'ə. İndi A, B və C-nin yerinə elə dedilər qoymalıyıq ki, ən böyük və ən kiçik qiymətinin cəmini tapaq istəyirəm. Gəlin qoyaq yerlərinə və nəzərə alaq ki, biz A-ya 0 verə bilmərik. Gəlin ən böyük olması üçün A-ya və bir-birindən fərqli olmalıdır ki, bura 4 verib, bura 3 verib. Burada
Çünki heç birinə 0 verə bilmərik. A, B, B, C. Burada 4, 3, burada 1 verək. 431. Və ən kiçik üçün də əksinə 143. Və bu qiymətlərin cəmini soruşur. 565. Bu da belə 32-ci sual.